Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Bu gün ədəd mövzusunda danışacağım. Köməkçilik hissələrlə olan ədəd haqqında danışacağıq. Ədəd cümlələrin təsir gücünü artırmağa kömək edir. Yəni, siz ədədi tapmaq istəyirsinizsə, ən sadə və primitiv yol. Birinci köməkçilik hissələri necə olur olsun, mütləq və mütləqdir ki, əzbərlənməlidir. Mütləq. Hər biri istəyirsən qoşma olsun, istəyirsən modal söz olsun, istəyirsən adat olsun, istəyirsən bağlayıcı olsun. Bunların daxilində də amonimlik vardır. Bunlara diqqət eləmək lazımdır. Bunları əzbər bilmək lazımdır ki, sən qalan testlərin hər birini qarşına çıxanda rahat şəkildə tapa biləsən və hər birinin tapılma qaydasına da xüsusən diqqət etmək lazımdır. Ədəti necə tapasınız? Məsələn, ədətin işi nədir? Sadəcə sadə olan bir cümləni daha çox qabarıq şəkildə təqdim etməkdir. Məsələn, əgər desəm ki, təkcə sənə inanıram. Baxın, mən ədəti cümlədən çıxarsam, cümlənin mənası dəyişilməyəcək. Sadəcə təsir gücü azalacaqdır. Yəni, sənə inanıram. Mən amma bunu necə daha çox qabardıb deyirəm? Deyirəm, təkcə sənə inanıram. Yəni, siz ədəti cümlədən çıxararkən, ədətdəki cümlənin mənası, ədət olan cümlənin mənası dəyişilməməlidir. Sadəcə təsir gücü azalmalıdır. Çünki bəzi sözlər vardır ki, ədətinin amonimliyi olan sözlərdir. Çıxararkən, elə bilirsiniz bəlkə cümlə yarımçıq qalmadı, amma cümlənin mənası dəyişir. Ola bilsin cümlə yarımçıq qalmır. Cümlədə parçalanma olmur, amma ümumi olaraq məna dəyişir. Yəni, bu şeylərə daha çox diqqət etmək lazımdır. Ədətin mənacı növlərindən birincisi qüvvətləndirici ədətdir. Qüvvətləndirici ədət cümlənin təsir gücünü daha çox artıranlardandır. Sanki, bu bilirsiniz necəyə bənzəyir? Biraz daha çox hökmranlıq verən bir nitq hissəsinə bənzəyir. Yəni, bilirsiniz, axı, ən, lap, daha çox. Biz bunu sifətlərdə görmüşük. Sifətin çoxaltma dərəcəsində biz yadınızdadırsa sintaksizmlə yarananlarda biz ədədləri görmüşdük. Ən, lap, daha çox, olduqca. Yerdə qalan qüvvətləndirici ədədlərimiz hansıdır? Dadə, necə, nə, ha, ki, cacə, düz, bircə, bir. Bircəni siz məhdudlaşdırıcıda da görəcəksiniz. Siz bircəni arzuda da görəcəksiniz. Yəni, hər birində daxili amonimliklərdə yaşaya bilirlər bunlar. Sadəcə ən çox sizi çaşdıran məqamlar qüvvətləndirici ədəddə ədatıdır, dadə ədatı. Bir də ki, ha ədatıdır. Çünki bu əmirdə də işlənir, həmçinin qüvvətləndirici ədəddə də işlənir. Əmirlə qüvvətləndirici ədatı tapmaq istəyirsinizsə, bu zaman diqqətli olmalısınız necə? Əgər da və hadan qabaq, dadə və hadan qabaq, əgər əmir şəkli, feilin əmir şəkli gəlibdirsə, bu konkret olaraq əmirdir. Əmr ədatıdır. Yox, əgər yerdə qalan şəkilləri gəlirsə, məsələn, vacib şəkli gəlirsə, əgər belə bir şey görsəz, yazmalıdır, ha. Yazmalıdır, ha. Baxın, burada malı məlin gördünüz. Deməli, buradakı ha qüvvətləndiricidir və yaxud da ha yerinə da da ola bilər. Fərqi yoxdur. Deməli, bunlar qüvvətləndiricidir. Yazsa da, əgər bu formada görsəz, yazsa da, deməli, yenə qüvvətləndiricidir. Bəzi hallarda uşaqlar bu dadəni onları çaşdırır. Diqqət edin, əgər dadədən qabaq sasə vardısa, buradakı dadə ədət olacaqdır. Elə bilirlər bəzi uşaqlar ki, burada bağlayıcıdır, amma bağlayıcı deyil. Dadədən qabaq sasə gördünüz, bilin ki, bu ədatdır. Deməli, məsələn, olduqca sözünü, olduqca maraqlı kitab oxumuşam. Və yaxud da ki, bir məni başa düşəydin. Bəzən uşaqlar bu birdir, çoxdur. Bunlar da uşaqların ağlını qarışdıra bilər. Bir sözünü başqa bir sözlə, başqa bir rəqəmlə əvəz edin. Əgər başqa bir rəqəmlə əvəz etdikdə sizin cümlənizdəki məna dəyişilmirsə, deməli artıq bu konkret olaraq saydır. Məsələn, əgər desəm ki, bir kitab mənə bəs deyil. 2 kitab mənə bəs deyil, 3 kitab mən əvəz edə bilirəm də, rahatlıqla başqa bir rəqəmlə. Deməli, əvəz edə bilirəmsə, bu saydır. Yox, əgər mən desəm ki, 1 mənə bax, mən deyə bilmərəm ki, 2 mənə bax, 3 mənə bax. Xeyr, əgər sən bundan əvəz edə bilmirsənsə, deməli, sənin işlətdiyin buradakı bir ədatdır. Bu biri başqa bir rəqəmlə əvəz edə bilərsən və o zaman sən daha rahat şəkildə bunu tapacaqsan. Sonra düz sözü qüvvətləndirici ədat kimi. Məsələn, əgər mən desəm ki, düz mənim gözümün içinə baxırdı. Mənim gözümün içinə baxırdı.
Məna dəyişilmədi ki, cümlədən çıxardım. Amma desəm ki, kitabları stolun üzərinə, partanın üzərinə düz və ya da boş qapıları stolun üzərinə düz. Bu zaman boş qapıları masanın üzərinə. Cümlə yarımçıq qaldı axı. Deməli, sən bunu çıxarsan, cümlə yarımçıq qalırsa, fərqi yoxdur, tək bunun üzərində danışaq, amma digərləri də aiddir. Cümlə yarımçıq qalırsa, deməli, sizin çıxardığınız ədat deyilmiş. İkincisi, dəqiqləşdirici ədatlar. Dəqiqləşdirici ədatlar. Dəqiqləşdirici ədatlar 3 dənədir. Elə, məhz və əsl. Sanki bir fikriniz var və yaxud da bir şeyi görmüsünüz, bir şeyi istəyirsiniz, fərqi yoxdur. Siz onu görən kimi və ya istəyən kimi düşündüyünüz, beyninizdə tutduğunuz bir şeydir və artıq dəqiqləşdirirsiniz. Elə mən də bunu istəyirdim. Məhz mən də sən deyəni deyirəm. Yəni fikrimi daha çox dəqiqləşdirirəm. Sizin dediyiniz fikri daha çox dəqiqləşdirirəm. Yəni mən də bunu istəyirəm onsuz da. Yəni fikrimi çatdıra bilirəmmi? Fikrimi sizə çatdıra bildimmi? Bax bu mənanı verir sanki. Əsl mən deyən oyundur. Yəni mən dəqiqləşdirirəm ki, mən doğrudan da istədiyim bu idi. Sanki dəqiqləşdirici ədat sizə bunu verir. Mənim onsuz da istədiyim bu idi demək istəyir. Bu əsl sənin havandır. Yəni nə demək istəyirəm? Yəni mənim fikrimdə tutduğum budur. Bax əsl sənlik budur. Dəqiqləşdirirəm bir hadisəni, bir şeyi, hər hansı bir şeyi daha çox dəqiqləşdirirəm. Və yaxud da məsələn deyirəm ki, elə mən deyən vaxta gəlib çıxmışdı. Aydın oldu mu? Sonra məhdudlaşdırıcı ədat. Məhdudlaşdırıcı ədat isə sanki bir şeyə sərhəd qoyurmuş kimi, birini digərlərindən ayırırmış kimi. Ya müsbət mənada və yaxud da mənfi mənada fərqi yoxdur. Yəni digərlərindən ayırırmış kimi. Bu bir növ biraz qoşmalarda fərqləndirmə qoşmasına da biraz bənzəyir məna cəhətdə. Burada sadəcə məhdudlaşdırır. Yalnız, ancaq, təkcə, tək, bircə və s. Məhdudlaşdırıcı ədatlarda necədir? Məsələn, deyirəm ki, yalnız onun üzü gülürdü. Ancaq məni düşünməlisən. Təkcə, məsələn, sənə bağlanmışam. Tək sən kömək edə bilərsən. Bircə sənin dediklərin düz çıxdı. Məhdudlaşdırıcı ədatdır. Sanki ancaq onu çərçivədə saxlayır. Məsələn, bircə onun danışdıqları mənə aydın oldu. Bircə onun danışdıqları və yaxud da onun dedikləri, onun dərsi mənə rahat gəlir. Baxın, məhdudlaşdırıram. Bunu digərlərindən ayırıram. Və yaxud da deyə bilərəm ki, təkcə sən dərs oxumamısan. Mənfi mənada da gedə bilər fikirlər. Mənfi də gedər, müsbət də gedər. Fərq yoxdur. Əsas odur ki, burada bir məhdudlaşdırma anlayışı olsun. Sonra sual ədatları. Sual ədatları məgər, bəs, sonra yəni, mü ədatı və bir də ki ədatı var. Ki ədatı dəqiqləşdirici ədatdır da. Ki ədatı sual ədatıdır da. Ki bağlayıcıdır da. Bilirik ki əgər bağlayıcı olsa özündən qabaq hərəkət gələr. Məsələn, desəm ki, məsələn, belə bir cümlə yazım. Bunu niyə yazdığımı da izah edəcəm. Susmur ki, müəllim deyəni eşidək. Müəllim deyəni eşidir. Baxın, buradakı susmur ki, müəllim deyəni eşidək. Baxın, burada artıq bağlayıcı kimi işlənib. Niyə? Hərəkət vardı. Əgər mən ədat kimi işlətsəm, kidən qabaq əvəzlik olmalıdır. Yəni desəm ki, mən ki səni yaxşı tanıyıram. Sən ki bunu belə etməzdin. Və yaxud da elə ki başını yastığa qoydu, bütün dünyası başına fırlandı. Amma diqqətli olun, hər əvəzlikdə olmur. Çünki belə ki olduqda bu konkret olaraq bağlayıcıdır. Bax, belə ki gördünüzsə bu konkret olaraq bağlayıcı gedəcək. Kinin qarşısına əvəzlik olmasına baxmayaraq. Əgər sual ədatıdırsa, cümlənin tam sonunda gəlir və sual məzmunu daşıyır. Yəni, o, məsələn, kəndə getdi ki, o kəndə getdi ki, cümlənin sonunda gəlir və sual məzmunu daşıyır. Əsas diqqət edəcəyiniz yer nədir? Bəzi hallarda kidən əvvəl hərəkət var və kidən özündən sonra vergül qoyulubdur. Amma bu bağlayıcı deyil.
Necə olur o? Məsələn, burada yazdıq susmur ki, müəllimi dinləyək. Susmur ki, susmur. Susmur. Baxın, çinin o tərəfi də, bu tərəfi də əgər təkrar olunursa, eyni samit vardısa, bu zaman deyəsiniz ki, buradakı çi qüvvətləndirici ədatdır. Yəni, çinin sağı da, solu da eyni nitq hissəsidirsə, eyni sözdürsə, daha doğrusu eyni hərəkətdirsə, deməli, bu zaman sizin gördüyünüz ədatdır. Məsələn, tutam deyirəm, getdim ki, dostumu görəm. Gəlmir ki, məsələn, dərslərimizi daha rahat edək. Bu, sizin ki ədatı barəsində sual ədatlarından, yəni həm aydınlaşdırma bağlayıcısıdır, yəni həm də sual ədatıdır. Aydınlaşdırma bağlayıcısında bir şeyi daha çox aydınlaşdırır. Yəni, mən bunu bilərək, istəyərək etmişəm, aydınlaşdırıram. Amma, yəni sual ədatı olursa, yəni sən bunu düşünməmisən heç vaxt. Burada isə sual ədatıdır. Əmr ədatları. Əmr ədatları di, qoy, sana, sənə şəkilçisi, gəlsənə, bax, gör, gəl və s. Bir neçə hərəkət. Bunları tapmaq çətin deyil. Əgər desəm ki, bu gün bizə gəlsənə, bu gün bizə, cümlə yarımçıq qaldığı çıxarsam, deməli bu feilmiş. Gəlsənə bu gün maraqlı bir oyun təşkil edək. Bu gün maraqlı bir oyun təşkil edək. Məna dəyişilmədi ki, çıxardım. Deməli, burada əmr ədatıymış. Və yaxud da deyirəm ki, məsəl üçün deyirəm, yola bax, yola desəm, artıq bu məna yarımçıq qalacaq. Cümlə yarımçıq qalacaqdır, bilməyəcəm nə demək istədiyimi. Amma desəm ki, bax, yol necə də uzaqdır. Yol necə də uzaqdır, bitdi. Düzdür, yəni biz burada yenə də necə dəyinən ədat vardı orada, yol uzaqdır deyə bilirik. Burada bir neçə ədat işlətmişəm. Amma yenə də, yəni sən oradakı baxa köhlənsən, baxarıq ki, oradakı bax ədatdır. Sonra növbəti əmr ədatları, əmr yox, üzr istəyirəm, arzu ədatları. Arzu ədatları bircə, çaş, barı, sonra gərək, təki, bunlar arzu ədatıdır və cümlənin əvvəlində işlənir. Necə? Deyirəm ki, təki sən deyən ola. Bircə, məsələn, hava günəşli keçsəydi, kaş arzularım çin olaydı. Barı mənim sözümü dinlə və s. Təsdiq və inkar ədatlarına gəldikdə, təsdiq və inkar ədatları, təsdiq və inkar ədatları, əslində biz bunları hər birini bilirik, gündəlik həyatımızda işlədirik. Bəli, xeyr, yox, hə, heç və heç də. Normalda ədatlarda vergül məsələsi yoxdur. Qətiyyən vergül məsələsi yoxdur. Amma təsdiq və inkarda vergül məsələsi var. Eynən modal sözlərdə vergül məsələsi necədirsə, təsdiq inkarda da elədir. Yəni cümlənin əvvəlində gəlsə, özündən sonra, ortasında gəlsə, hər iki tərəfdən, sonunda gəlsə, özündən əvvəl vergüldən istifadə edəcəyik. İnkar ədatları, buradakı heç və heç də özü də elə inkar məzmunu bildirir. Məsələn, deyirəm ki, heç də sən deyən kimi olmadı. Və yaxud da heç. Bəzən sual verir, ya sənə nə olub? Qarşıda dönür deyir, heç. Bax, bu inkar ədatlarıdır. Ədadların amonimliyi də vardı, digər nitq hissələri ilə amonimliyi də vardı. Bunlara deməli, diqqət edirik nədə? Məsələn, yəni və ancaq ədatı var. Həm bağlayıcı olur, həm ədat olur. Ancağı necə işlədəcəyik bağlayıcı kimi? Məsələn, mən çağırdım, ancaq o gəlmək istəmədi. Mən çağırdım. Biz nə demişik? Qarşılaşdırma bağlayıcısı bir tərəfdə həmişə müsbət, bir tərəfdə də həmişə mənfi fikir olacaqdır. Həmişə demək istisna ola bilər bəzən. Mən çağırdım, ancaq o gəlmədi. Ancaq o gəlmədi. Amma mən desəm, baxın, mən çağırdım. Bu müsbət bir haldır. Amma o gəlməyibdir. Bu isə mənfi bir haldır. Amma məhdudlaşdırıcıda necədir? Mənə hamı kömək etdi. Ancaq mən səni gözləyirdim. Mənə hamı kömək etdi. Ancaq məhdudlaşdırmaq ədatı kimi götürəcək, yoxsa bunu bağlayıcı kimi. Və yaxud da deyirəm ki, ancaq
Özün haqda düşünürsən. Məhdudlaşdırıcı ədatdır. Yəni, bu haqda bayaq izah verdim deyə məncə izah etməyə ehtiyac yoxdur. Çi bağlayıcısı. Təkcə bağlayıcı, çi bağlayıcısı da haqda məlumat vermişəm. Təkcə və yalnız. Biz bunu zərf kimi də işlədə bilirik. Biz bunu ədat kimi də işlədə bilirik. Məsələn, deyirəm ki, təkcə qalmışdı. Və yaxud da tək qalmışdı. Yalnız yaşayırdı. Fərqi yoxdur. Biri də var, deyirəm, yalnız o buna məyus olmuşdu. Bir və bircə həm saydır, həm ədatdır. Necə bayaq izah etdim, yenə də deyim. Bircə sən oxuyursan. Sən bir buna bax. Burada necə olacaqdır? Sən bir buna bax. Burada məsələn bircə haqda deyim. Onsuz da dedim, biri 2 ilə, 3 ilə, 4 ilə əvəz edir, başqa bir rəqəmlə. Əgər uyğun gəlirsə sayda, uyğun gəlmirsə ədatdır. Desəm ki, artıq önümüzdə bircə ay qalmışdı, 2cə ay qalmışdı, 3cə ay qalmışdı deyə bilirəmsə bu saydır. Amma mən desəm ki, bircə o məni anlamırdı, burada mən 2cə o məni anlamırdı deyə bilmərəm ki, əsl həm ədatdır, həm də sifətdir. Əsl adam ona deyərəm ki, burada sifətdir. Əsl mən deyən insandır. Düz sözü də həm feil kimi, həm ədat kimi, həm zərf kimi, həm sifət kimi, həm isim kimi işlənir. Məsələn, deyirəm, düz yanımda dayandı. Ədatdır. Düz danış. Zərfdir. Düz qırmızı lalələrlə örtülmüşdür. Düz qırmızı lalələrlə. Dərə düz mənasındadır. Yəni, dərə düz qırmızı lalələrlə örtülmüşdür. Düz söz acı olar. Necə söz sifətdir? Kitabları stolun üstünə düz, bu isə ədatdır. Əsas mənim sizə deyəcəyim bir məqam var. Bilirik ki, deyirik məhdudlaşdırıcı ədat bir şeyi daha çox digərlərinə ayırır və sanki biraz qəlibə salır, məhdudlaşdırır. Amma bəzən isə məhdudlaşdırıcı ədat özünə xas olmayan bir məna ifadə edir. Yəni, cümlənin məzmununu daraltmaq əvəzinə genişləndirir. Yəni, bircə sən kömək edib dedikdə sanki daraldıram o məsələni. Burada onun yerini daraldıram. Amma bəzi hallarda genişləndirirəm. Necə? Deyirəm ki, təkcə zəng vurmaqla iş bitmir. Məsəl üçün, deyirəm ki, zəng vurmaqla iş bitmir. Məsələn, təkcə zəng vurub kimisə yoluxmaq üçün, baş çəkmək üçün. Gərək onu gedib axtarasan, arayasan, onun əhvalını soruşasan. Gördünüz, artıq burada məhdudlaşdırmadım. Burada daha çox genişləndirdim. Aydın oldu mu? Və yaxud da savadlı olmaq üçün yalnız oxumaq bəs etmir. Nə etmək lazımdır? Çoxlu mütaliə etmək lazımdır, çoxlu testlər işləmək lazımdır. Yəni, daha çox diqqət etmək lazımdır. Bəs sözü kifayət mənası versə ədat deyil. Mənə bunlar bəsdir. Artıq bu ədat deyil, ümumiyyətlə heç ədatın özü də qoşmadan başqa heç bir köməkçinin qisəsi qrammatik şəkilçiləri qəbul edə bilmir. Gərək sözü isə lazım mənasında işləndikdə ədat sayılmaz. Sadəcə bunlar predikativ söz kimi işlənəcəkdir. Ədat mövzumuz bu qədər.